Sevgili izleyenler, şu anda sizlere Azerbaycan'ın başkenti Bakü'ye hakim tepelerden birinde yer alan Türk şehitliğinden sesleniyoruz. 1918 yılında, 31 Mart 1918 yılında Azerbaycanlılara karşı ciddi bir soykırım işleniyor burada. Soykırım yapılıyor Ermeniler tarafından. Bunun üzerine Türk Kafkas ordusu Nuri Paşa'nın liderliğinde buraya geliyor 25 Mayıs tarihinde ve Azerbaycanlı askerlerle, Azerbaycanlı kardeşlerimizle omuz omuza, yürek yüreğe çarpışıyorlar Ermenilere karşı. Sadece bizden, Türk ordusundan 1130 şehit burada defnediliyor sevgili izleyenler ve Azerbaycanlı şehitlerle yan yana yatıyorlar. İşte şimdi size onların öyküsünü anlatacağız. Sevgili izleyenler, şu an içinde bulunduğumuz Türk şehitliği Sovyetler Birliği zamanında park olarak kullanılmış. Yani burada bu kadar şehit defnliyken buraya banklar yapılmış, manzarası güzel diye insanlar burada akşam hoşça vakit geçirmişler. Lakin Azerbaycan bağımsızlığını ilan ettikten sonra ilk iş olarak buraya bu Türk şehitlerini anmak için bu güzel anıtı yapmış ve burada şehitlerimizin isimleri var sevgili izleyenler, bakınız. Aynı Çanakkale'yi andırıyor, Yürekler Burkan. Hafız Haliloğlu Er Mehmet 1310 Bilecik diyor. Bakınız hemen şöyle geleyim. Halitoğlu Er Akif 1307. İbrahimoğlu Er İbrahim 1306 Bartın'dan, Bilecik'ten, Diyarbakır'dan, Denizli'den 1130 şehidimiz burada Azerbaycanlı şehitlerle yan yana yatıyorlar. Hemen sol tarafında ise 20 Ocak 1990 yılında bir gece ansızın Ermeni askerinin baskınıyla Bakü'de burada şehit edilen Azeri kardeşlerimizin mezarları var. Şimdi o tarafa gideceğiz. Sevda Hanım var. Kendisi bir savaş gazisi. Şu anda bizi bekliyor. Onunla sohbet edeceğiz. Bir beyefendi daha var gazi. Onunla da sohbet edeceğiz. Ve bu yürekleri dağlayan öykü. Savaş gazisi Sevda ablamız ve Hayal abimiz var. Onlara merhaba demek istiyoruz ve o yürek burkan hikayelerin belki birazcık daha perde arkasını, o günleri birebir yaşamış olan bu değerli ablamızdan ve abimizden demek istiyoruz. Sevda abla, nasılsınız? İyisiniz inşallah. Çok sağ olun, yaxşıyıq. Allah can sağlığı versin. Amin. Çok teşekkür ederim geldiğiniz için öncelikle, bize vakit ayırdığınız için. Biz de size teşekkür edirik ki bizleri unutmursunuz. Estağfurullah, unutma. Kardeş kardeş unutur mu? Sevda abla, siz birebir savaşlara, muharebeye katıldınız. Bəli. Hangilerine katıldınız? Mən 1992-ci ildə Xocalı faciəsində, yəni həmin dəhşətlərə dözməyib, həmin döyüşlərə mən də qatıldım. Aslında hemşire olarak katıldınız ama silahınız falan vardı, yani siz de çatıştınız. Bəli. Mən baxmayaraq ki, tibb işçisiydim, amma bizi də silahla, sursatla təmin edirdilər. Siz de temin ediyorlardı. Bəli. Siz 91-ci ildən 95-ci ilə qədər, daha ki atəşkəs olana qədər mən torpaq qoymuşam. Gənə müharibə olarsa gənə canımı qoyaram. Çünki biz Türk'ük, biz Müslümanıq. ne yaşandı o zaman? Hani yayından önce biraz sohbet ettik. Dedik ki bizden çok esir aldılar. Çok fena şeyler yaptılar. Evet. Onlardan da kadınlardan da bize esir düştü ama bizim yüreğimiz kıymadı dediniz. Onu anlatır mısınız biraz? Biz heç vaxt, yəni onların elədiyi dəhşətləri, onların elədiyi qəsbkarlığı biz heç vaxt onlara qarşı eləmədik. Onların bizə düşən əsirlərdən o cür yanaşmadıq. Bizdən onlara əsirləri qaytaranda hamısı gözəl, yaxşı, amma bizim əsirlər onlardan gələndə yumaq kimi aldıq. Burada yatan, omuz omuza çarpıştığınız çok fazla tanıdığınız var herhalde. Bəli, rəhmətlik Adil bizim buradadır, Laçın rayonundandır. Yəni o Şuşadan
yəni artıq döyüşlərdə olmuşdu. Ona ləqəb də vermişdilər. Lakap vermişler. Ləqəb vermişdilər. Hə, Rembo Adil deyərdik ona. Rambo. Rembo Adil deyərdik. Çox bütün döyüşlərdə yəni o çox gözəl vuruşmuşdu. Nerede muharebe varsa oraya gitti. Fakat en nihayetinde şehit düştü. Bəli, Ağdam rayonunda şəhid oldu. Rəhmətlik Azzağa da burada uyuyur. O da Abdalgülablı döyüşlərində o da şəhid oldu. Abla kaç tane arkadaşınızı, kardeşinizi yitirdiniz? Çox. Bizim batalyonda ən çox itki verdiyimiz bizim batalyon oldu. Kaç kişiydi mesela onlar? Hardasa bizdə bir 800 nəfər var idi. Amma onlardan hardasa bir 200'e yaxın biz yaralı itki verdik. Ne yapıyordunuz biri yaralanınca? Tedavi etmeye çalışıyordunuz. Bəli. Hemen oradan muharebe yerinde. Siz hemşireydiniz çünkü. Bəli. Yaralanan yaralıya elə bil sürünə dirək də olsa ona yaxınlaşıb ilk yardım göstərirdik. Onu qırağa çəkməyə çalışırdıq. Elə plaş palatka verirdilər bizə. Onun arasına alırdıq. Amma müəyyən yerlər olurdu ki, bizə öz döyüş yoldaşlarımız da yardım eləyirdi. Onları çünki ağır olurdu, elə olurdu. Biz gecə səhərəcən yol gedirdik. Yəni oradan onları qırağa təzədən çıxardıb döyüş mövqeyindən qırağa çıxartmağa onda bizə kömək gəlirdi. Peki o muharebelerin en böyle çetin devam ettiği zamanlarda size nerelerden destek geldi? Yani başka ülkeler size destek oldu mu? Bəli, mən o vaxtlar elə bilginən ki, nə vaxtı ki, artıq Çünkü canlı şahitsiniz yani. Bəli, 92-ci ildə türklərin bizə köməyə gəldiyini gördüm. Geldi mi Türk kardeşler? Bəli, türklərin. Şöyle bakınca tanıdınız mı? Dediniz mi bunlar Türk kardeşler? Bəli. Sonralar da bizə türklər kömək etdi. Sonralar da məsəl üçün mən eyni hərbi hissədə türklərlə xidmət elədim ki, onlar gəlib bizi öyrətdilər. İlk orada mı gördünüz siz Türk? Yani Türkiye'den gelenler. Bəli. İlk o muharebede mi tanıdınız? İlk gördünüz. Bəli, ilk Daha önce hiç gördüm. tanışıklığınız yoktu. Yani. Yox. Ne Yox. dediler? Bunlar Türk mü dediler? Hə, Qardaş. o dəqiqə göstərdilər, dedilər ki, türk qardaşlarımız bizə köməyə gəlib. Çünki mənim yadımdadır ki, hələ onlar Bakıda da biz o bir yerə yığıldıq, yəni partizan dəstələri yaradanda, onda da onlardan bizim yanımıza gələn olmuşdu. Kömək də eləmişdilər o vaxtı bizə. Mənim yadımdadır ki, o şəhid olanların ailələrinə belə yardım gətirmişdilər. O da dajı yadımdadır. O zaman hiç sizin yanınızda bizim Türkiye'den gelen, savaşmaya gelenlerden hiç şehit olan oldu mu? Şəhid siz yox, yaralanan var. Yaralanan. Yaralanan var, Saatlı rayonunda Meksedi türkləri də var. Başka ülkeden destek oldu mu? Bəli. İrandan da bizə gəlib xidmət eləyənlər olub. Müslümanlar, şeyler. Bəli. Onlar da gəlib bizdə xidmət eləyib. Her bakan başka bir gözle bakar. Sizin bakışınız farklı olur ama. Bəli, Siz her bir karışa, her bir şeye ne görüyorsunuz abi? Şimdi o kadar bedel ödediniz. Vücudunuzda sağlam yer yok. Yani Mən bura baxanda mənim ürəyim ağrıyır. Həm ürəyim ağrıyır, həm də Azərbaycanın bir böyük fəxridir ki, Azərbaycanın torpağına görə bura şəhid olsalar. Torpaq ana deməkdir. Əgər torpağını sevsən, ananı sevəsən, ailəni sevəsən. Torpağını sevmirsənsə, ailəni də sevmirsən, ananı da sevmirsən. Bunlar ana torpaqda uyuyur. Allah hamısına rəhmət eləsin. bugün muharebe kopsa Allah korusun. Bugün gider misiniz? Bəli, Tereddüt etmeksizin. bəli, gedərəm. Elə pusat buradan gedərəm. Bunu həmişə demişəm, yenə də demək istəyirəm ki, bizim qardaşlarımızın, burada uyuyan qardaşlarımızın qanı tökülüb o torpağa. Biz o torpaqları, o qan tökülən torpaqları azad eləməliyik. Çok iyi kıymet bilmek lazım. Bəli. Çok kadir kıymet bilmek lazım. Bəli. Her bir karışın ne demek olduğunu çok iyi bilmek lazım yani, değil mi? Bəli. Mən həmişə demişəm ki, biz vətənimizi azad eləyəcək. O torpaq bizimdir. Bizə qarşı ermənilər haqsızlıq eləyiblər. Peki abla, şimdi burada okullara gidip hiç bunları anlattırıyorlar mı Bəli, size ya da tədbirlərə çocuklara gedirik. gidir misiniz? Bəli, institutlara bax, Slavyanka Universitetində bu yaxında məsəl üçün getmişdim, tədbir oldu. Böyük Vatanın bir kıymetini bilin diye. Bəli. Nizami müəllim bizi dəvət eləmişdi. Türkiyə özünüz bilirsiniz ki, dəvət eləyir. Hər bir tədbirə məni dəvət eləyirlər. Hərbi hissələrə də gedirəm. Məktəblərdə şagirdlər qabağında danışıram. Dacı torunlarımı da hərbi forma geyindirirəm. Onlarla bərabər mən gedirəm, çıxış eləyirəm. Vətəni sevməyə, vətəni, yəni gənc nəsillərə deyirəm ki, vətəni sevmək lazımdır. Bu oğullar vətənindən ötürü, torpağından ötürü, ana bacısının namusunu qorumaqdan ötürü şəhid olublar. Bunları unutmaq olmaz. Onlar, mənim üçün bunların hamısı qəhrəmandır.
Bunlar mənim gözümün qabağında qəhrəmancasına həlak oldular. Vatan devletten başka Bəli, nesi var bəli. bir adamın? Amma- Ya devlet başa ya kuzgun leşe demişler ya. Türkiye'de öyle der. Bəli, bəli. Bu oğulların hər bir kəsi gözün yumanda onların dediyi vəsiyyətləri eşidən hər bir ananın, hər bir bacının, mən də bir ana kimi, bir bacı kimi ürəyim çatlayıbdır. Bizim qadınlarımız da qəhrəmandır. Yəni əgərləri mənə neçə dəfələrlə sual verdilər ki, mən bir qadın kimi, bir xanım kimi niyə müharibəyə getdim? Amma mən yenə deyirəm, vətənim darda olmuş olsa, mən bu gün də vətənimin dar günündə gedəcəyəm. Ali Baş Komandanın əmrin gözləyirik. Hansı günü əmr verdi ki, Qarabağa savaşa getmək lazımdır. Həmin günü bax biz qazilər, baxmayaraq ki bizim bədənimiz parça-parça olsa da biz qazilər yenə gedib o müharibədə iştirak eləyəcəyik. Vay Allah senden razı olsun. Çünki bizim borcumuzdur. Biz bunları unuda bilmərik. Unuda bilmərik. Çünki onlarla nəfəs-nəfəsə durduq. Qanımızı verdik. Bir gün ərzində qan çatışmayanda mən bu qardaşlarıma qan verdim. Onlardan bəziləri yaşayır. Bəziləri yaşayır. Yəni heç vaxtı biz onları unuda bilmərik. Bizim haqqımız çatmaz onları unutmağa. Elə olarmı? Yəni o döyüşlərə gir, ağır döyüşlərdə iştirak eləsinlər. Elə yoldaşlar oldu ki, bunlardan qısok oldu. Bir parçasını tapıb gətirdik. 9 Abdalgülablıda elə bilginən ki, qrad düşdü, 9 nəfər şəhid oldu. Özdə necə? Qısok oldular. Parçalanmış vəziyyətdə. Paramparça. Paramparça oldular hamısı. Onun içində o bir nəfər Habil sağ qaldı. Yəni onun ağzı qulağının dibinə qədər cırıq. Dilindən, dodağından, dişlərindən getmiş. Ayağının biri yerindəcə düşmüşdü. Bu ayağı hamısı çiltə olmuşdu. Heç salamat yeri olmamışdı. Belə deşik. Mağım gəlməzdi ki, Habil sağ. Yaşayacak. Yaşamağına Sonra ne zaman gördünüz siz onu? inanmağım Ne gəlməz. zaman gördünüz yaşadığını? Onu gətirdik, qoyduq qospitala. Qaradağlı Hastaneye. qoyduq qospital. Qaradağlıda qospital var idi. Qoyduq ora. Sonra biz şəhid olanları payladıq. Hindarxı kəndinə gəldim. Rəhmətli Sadıq da orada 5 uşağın atası şəhid olmuşdu. Hindarxı kəndinə. 5 çocuk babası yani. 5 dənə uşağın atası idi. Rəhmətliyi gətirdim o kəndə. Doğrudan da çox acı çəkdik biz. Bülbül dayı ilə gətirmişdim. Şəkinin Şəki rayonu var bizdə. Şəki rayonu. Bülbül dayı oradan idi. Oradan bizdə uşaqların çox uşaq bizdən xidmət eləyirdi. Oradan da bizdə çoxlu qazilər var. Sonra Habil'i ne zaman gördünüz siz? İndi həmin o şəhidləri paylayandan sonra, onları dəfn eləyəndən sonra yenidən qospitala qayıtdıq. Gəldik, Habillə Bakıya gəldim. Bakıdakı qospitala gəldim. 17 gün onu anasına göstərə bilmədik. Çünki Habil elə bir vəziyyətdə idi ki, onu öz yaxınına biz göstərə bilmədik. Yaşıyor ama yani Yox, o şokda. şokta. O şokda. 17 gündən sonra Habil ayıldı. O məni ana deyin çağırdı. Ana deyin çağırdı. Ən ağır xəstəmiz, yəni ən belə deyim, çox ağır xəstəmiz o oldu. O qədər yoldaş var ki, iş danışmaqla qurtarmır. O zaman şöyle yapalım mı? Böyle. Şöyle bitirelim. Cenab-ı Allah vatana, millete, Kur'an'a zeval vermesin diyelim. Vatanımız, milletimiz edep payidar kalsın inşallah. Allah öyle günleri bize bir daha göstermesin. Göstərməsin, amma Mehmet Akif yenə də Ersoy, merhum Mehmet Akif Ersoy bizim İstiklal Marşımızı yazdığında diyorlar bir daha böyle bir şiir yazabilir misiniz diyorlar. O da diyor ki merhum Cenab-ı Hak bu millete bir daha İstiklal Marşı yazdırtmasın. Çünkü bir daha yazılıyorsa belki yine işgal edilmeye çalışılıyordur. Evet. Allah o günleri bir daha göstermesin. Abi hürmet ediyorum. Çok teşekkür ederim. Abla hürmetler. Sağ olun, çok teşekkür ederim. sağ olun, minnettarım. Ellerinize, yüreğinize Sağ olun. sağlık. İkinizin de Sağ ellerinden olun, öpüyorum. Çox sağ olun. Burada vefat edenlerin içinde buyurun ruhlarını El Fatiha inşallah.